Salam Jalə xanım, sizi xoş gördük. Və aleyküm salam. Xoşunuza görə inşallah. Ümumiyyətlə Jalə xanım kimdir? Hə, bu çoxlarının mənə verdiyi sualdır. Əslində Jalə xanım kimdir? Jalə xanım müharibə dövründə iki övladlı bir ailənin üçüncü övladı olaraq dünyaya gəlib. Yəni ayımdan tez dünyaya gəlmişəm. 6 aylıq, 1 kilo 200 qram. Müharibə vaxtı, çətin bir vaxtda dünyaya gəlmişəm. Anamın, atamın nə qədər sevinci olsam da, çox təəssüf ki, doğulduğum illərdə necə müharibələr, çətin günlər olubsa, həyatımda o cür çətin oldu. Mənim 36 yaşım var, 4 evlad anasıyam. Birinin Yunus'un 5 yaşında, Muhammedim 9 yaşında, Ali balam, gözümün nuru 14 yaşında ve bir kız evladım var 21 yaşında. 4 evladım ve mən. Hayatımız bundan ibarətdir. Hər zaman erkən evliliyə qarşı çıxmışıq. Siz 36 evladınız 21 yaşındadırsa, O zaman erkənlikə çox təəssüf ki, nə qədər əleyhinə olsam da, ki, bugünkü gündə mənim qız evladım var və mən onun 21 yaşı var. Bugün belə istəsələr deyirəm, hələ uşağım körpədir. Amma o evliliyə də vadar olunmuşam. Anam tərəf, deyim ki, ailəm tərəfdən, anam tək qadın olub. Atamı itirmişik çox gənc yaşında. Atasız böyümüşük. Çox təəssüflər olsun ki, atamın bir xəstəlik alıb bizdən. Anam dul qalıb 37 yaşında və bizi baxıb saxlayıb, 3 uşaq. Həyatımız deyə bilmərəm, asan keçib. Çox çətin günlərdən keçib gəlmişik bu yerə. Anamın razılaşıb verdiyi bir insan, özümdən 16 yaş böyük birisi ilə ailə qurmuşam. Belə deyim də, təsəvvür eləyin ki, hər bir şeyim belə olub mənim. Doğulan, dünyaya gəlmişəm, müharibə dövrü, ailə qurmuşam 2003-cü ilin oktyabr ayının 16-sı. Hansı ki, bu mitinglər, küçədə insanlar, dəhşət, xaosda, yəni Bakı dağılırdı və mən ailə qurmuşam. Təsəvvür ailə dünyaya gəldiyim vaxt kimi, ailə qurduğum vaxtda da qarma-qarışıqlıq bir şeydir. Yəni bu qədərmi deyim, qismətmi deyim, bunun nə olduğunu deyə bilmirəm. Amma ailə qurmağım da 2003-cü ilin oktyabr ayının 16-sı və Bakı dağılırdı. Ailə qurdum, özümdən 16 yaş böyük bir insandan. Getmişəm. Məni bir nəfər var idi ki, qonşumuz. Onun uşağının ad günü idi. Və mən də qoçaq bir qız idim. Həqiqətən çox qoçaq, işgüzar. Məhlə qızımızın uşağının ad günü idi. Mama dedi ki, zəng vurdu, nənəmgildə idim, ev telefonu ilə. Bəs gəl, o vaxtda saksafonlar idi, yəqin ki, bilərsiniz, indi baxanlar biləcəklər. Mama zəng vurdu babacığın evinə ki, bəs durma gəl evə, mən evdəyəm, bugün işə getməmişəm. Gəldim, Montində yaşayırdı, babacıl yaşayır orada. Mən durdum, getdim 9-cu mikrorayonda. Mikrorayon uşağıyam bu arada. Gəldim evə və mama mənə dedi ki, səni gedirsən, həmən indi insanların adını çəkmək istəmirəm. Zaten baxanda özləri biləcəklər kimdirlər. Amma o insanlara buradan bir kəlmə də demək istəyirəm ki, həyat bumerangdır. Bu qətiyyən bir atmaca, birisinə söz, nəsə belə yox. Elə sözün əsl mənasında söz deyirəm sənə. Sizə deyirəm, həyat bumerangdır. Deməli, təsəvvür eləyin, getmişəm, oturmuşam. Daha doğrusu getdik. Gəldilər məni maşınla götürdülər. Gedirəm, axı mən işgüzaram. Axı mən təmizkaram, səliqəliyəm. Gedirəm onlara kömək eləməyə. Uşağının ad günüdür, ona köməyəm.
Gəldi, maşına qoydu həmən insanın həyat yoldaşı, getdik. Getdim bir evə düşdüm. Dedim filankəs əmi, axı biz sizə getmirik. Gəldi mənə dedi, o insan mənə dedi ki, getmirik, burada nə bilim kim var ona dəyəcəyik, sonra gedəcəyik bizə. Dedim yaxşı, təsəvvür eləyin, girmisiniz bir evə, qapıda dayanmısınız və üstünüzə tanımadığınız bir yaşlı bir qadın gəlir. Gəlinim, mənim gəlinim, evimin gülü çiçəyi və sən heç nə bilmirsən. Dondum. Necə yəni gəlinim? Artıq bunlar mama ilə razılaşıblar, mama artıq hə verirəm, nəysə belə. Keçdim içəri, nəysə, ayaqqabımı çıxartmaq belə, əzizləmək, keçdim içəri. Qapını açıb qaçmaq da istəyirəm. Arxada durub o filankəs əmi dediyim, hansı ki, Məhlə qızımızın həyat yoldaşı. Arxamda, qapının arxasında o dayanıb, qapını açsam qaçmağa qaça bilməyəcəm. Və geriyə də qayıtsam, elə buradayam da. Girdim içəri əyləşdim. Təsəvvür eləyə bilirsiniz ki, evdə 3 dənə bəy var idi, 4-5 arvad var idi. Mən baxdım ki, görəsən bunların hansı mənim həyat yoldaşım olacaq. Yəni, bu həqiqət deyə danışıram. Həqiqət deyə. Gör nə qədər psixoloji travmalardır. Gör nə qədər insan yerdən yerə vurmaqdır. Bir valideyn, təbii ki, heç bir valideyn övladının pisliyini istəməz. Təbii ki, heç bir valideyn övladı pis olsun deməz. Mənim anam o qədər gözəl anam var ki, o qədər gözəl qəlbə sahibdir ki, mənim anam heç bir zaman istəməz ki, onun övladı pis olsun. Amma artıq olub da, neynəsin, o da təkliyindən, o da, necə deyərlər, belə düşünüb ki, belə yaxşı olar, bəlkə də qız uşağıdır. Anamın təkliyi onun ən böyük, ən zəifliyi ilə anamın təkliyi olub. Mən anamı heç vaxt qınamıram. Ətrafda elən bir şey var və nə bilim, getdim, mənə toy eləmədilər. Mən sanki 5 uşağın anasıymış kimi evdə apardılar. Yəni, heç bir 14 yaşında körpə bir qız gətirmişik, bir ona bir toy eləyək, bir nişan eləyək. Heç o ailədə yaxşı olmadı. Bilirsiniz niyə? Birinci nişanlandığı bir insanın barmağından çıxan üzüyü gətirdi, taxtı mənim barmağıma. Həqiqətən mən çox bu dünyaya bayaq da vurğuladım, çox tez gəlmişəm, 6 aylıq. Tələsərək gəldiyim dünyadan aldığım udarlar o qədər çoxdur. O qədər çoxdur ki, tələsməyə dəyməzmiş. Həqiqətən. Yəni, düşünürük ki, bu həyat belədir. İndi mən ölmə tələsirəm. Bilirsiniz niyə? Çünki yaşadıqlarım məni həqiqətən həm olğunlaşdırıb, həm həyatdan doydurub, nə mənada deyim. Yaşımın az olmağına baxmayaraq o qədər şey yaşamışam ki, dünyadan doyub qıraqda oturmuşam. Jüvələ xanım, sosial şəbəkələrdən bildiyimizə görə siz 2 dəfə ayrılmışsınız. Bəli, az öncə də danışdığım kimi ilk ailəm, qız övladımın atası və hansı ki elə həyatda ilk aldığım udar. Düzdür, birinci udarımın elə atamı itirməklə olub. Hansı ki atasız qız həqiqətən yəni bu həyatda bir tərəfi yox qızdır. Yox evladdır. Yəni atasızlıq çox çətin bir şeydir. Onu yaşayan bir insan olaraq deyirəm. Bir odur. 2003-cü ildə ailə qurmuşam. 2007-ci ildə ayrılmışam bir qız evladımla. Və o qız evladımla da o evdə o qədər əziyyət çəkmişəm. Çox çətin eləyər. İstər yoxsulluq, istər şiddət, istər psixoloji şiddət. Təsəvvür edin, mən üzr istəyirəm, 8 aylıq hamilə bir qadın. Hansısa restoranda qab yuyan işləyirdim.
və iş vaxtım tamam olmamış, gəlib o insan qapıdan pulu alardı. Mənim maaşımı bərbaşdan alardı və gedərdi. Mən 8 aylıq hamilə qadın elə böyük belə qazanlar yuyurdum ki, indi mənim üçün o qazanlar normaldır. Amma o vaxt mən 14 yaşında bir uşaq olaraq o qazanlar mənim üçün çox böyük bir qazan idi. Kabab qazanları, aş qazanları biraz dəyilsəm içinə düşərmişəm kimi. Çox böyük bir qazanlar idi. İndi xatırlayanda, düşünəndə o qazanları, bugünkü günüm üçün düşünəndə o qazanları bir quyuya bənzədirəm. Yəni o vaxt elə görürdüm, elə dərk eləyirdim ki, bir quyunun içinə baxırmışam kimi. Yəni gör mən nə qədər uşaq olmuşam ki, bir qazanı quyu qədər görəcək qədər uşaq olmuşam. Və uşaq olduğum halda aldığım udarlar. Və o pulu alıb gedərdi. Mən də restoranda da işimizi görərdik, evə gedərdik, döyülərdim. Nə bilim, mən heç yadımdan çıxmaz. Qızıma hamilə idim. Hardasa bir 7-8 ay. Yaşırdıq Dərnəgüldə. Mən Dərnəgüldən, Dərnəgül Deyskadan 9-cu mikrorayona piyada getmişəm. 8 aylıq hamilə, 14 yaşında bir uşaq. Uşağımın atası isə o vaxt bir Nizami yol pulu minib marşrutla gedib. Ki onun da yol pulusunu mən vermişəm. Bu qədər. İstər buna uşaq istismarı deyin, istər buna psixoloji travma deyin, istər buna şiddət deyin, bilmirəm adı nədirsə. Aha, mənim həyatımda çox böyük yaralar buraxıb. Bugünkü gündə də nə qədər unutmağa çalışsam, onu da bilməyəcəyim yaralar almışam. Bugün nə qədər möhkəm dayanıb, güclü dayana bilirəmsə, o qədər də daxilimdə o deyiləm. Bəlkə də aldığım o dərlər, o zərbələr məni belə eləyib, amma güclü eləyib, amma əslində o deyil. Mənə bəzən deyirlər ki, sən kənardan baxanda çox eqolu, çox belə, necə deyirlər, özündən razı görsənirsən. Amma mən əslində yaxından tanıyan insanlar, yəni yaxından tanısaz əslində o deyiləm. Sadəcə bəlirli bir insanlar artıq buraxıram ətrafıma. Çünki ətrafıma buraxdığım insanlardan çox udarlar almışam ki, indi o mövzulara da gələcəm. İkinci nikah sizcə risk deyildi? Yox, risk deyildi. Niyə? Çünki mənim sevib-sevilən yaşım hələ onda başlayırdı. Çünki mən 14 yaşında ailə qurub, 17 yaşında artıq boşanmışdım, alınmışdım. Görürsünüz dilim necə dönür. Çünki mən bir əşyaymış kimi, bir çantaymış kimi verilmişəm və sonra da xoşum gəlmədi, yaxşı baxmırsan, yaxşı saxlamırsan, qaytar ver, alınmışam. Və mənim sevib-sevilən yaşım elə o 17, 18, 19, 20 yaşımda. Axı mənim sevib-sevilən yaşımdır. Axı mən onda bilirəm ki, sevgi nədir, ailə nədir, gəzmək nədir ki, mən 20 yaşında ailə qurmuşam yenidən. Yəni, bunu mən risk kimi görməmişəm. Sevib-sevilmək ki, mən yoldaşımı 2 il sevmişəm. Nə bilim, o da bir, yəni mənim üçün deyim ki, sizə risk idi, mən onu anlayırdım, yox. Deyim ki, sizə bir bəhanə gətirim, xeyr. Nə bəhanəsiz, nə şərtsiz, nə şurtsuz belə deyim ki, mənim sevib-sevilən yaşım elə o vaxt idi.